Salam dostlar, Eyvaz Hoca kanalında xoş görürük sizləri. Bugün fizikadan e, qaz qanunlarına aid bir məsələ təqdim etmək istəyirəm. Göründüyü kimi burada qapalı diaqram verilib, P-nin V-dən asılılığı və 3-4 üstə göstərilib ki, orada hiperboladır, yəni tərs mütənasib əyrisidir. Hansı halda qaz mənfi iş görər? Məsələ o qədər çətin məsələ deyil, sadə məsələdir. Sadəcə ancaq tez-tez rast gələn bir çalışmadır. Deməli, burada fikir veririk ki, qaz əgər mənfi iş görməsi üçün qazın həcmi kiçilməlidir. Baxaq burada. Burada görürsünüz, bu həcm sabitdir, izoxlor prosesdir. Burada həcm artır, görürsünüz. Ona görə qaz müsbət iş görür. Bu izotermik olaraq həcm genişlənir, yenə də genişlənmə var. Yenə qaz müsbət iş görür. Nəhayət axırıncı 4-1. 4-1 görürsünüz, qazın həcmi kiçilir. Deməli, qaz mənfi iş görür. Bilirsiniz ki, qaz genişləndə müsbət iş görür, kiçildikdə isə həcm mənfi iş görür. Deməli, düzgün variant 4-1 variantıdır. C. Düzgün variant C variantıdır. Sağ olun, gələn görüşlərə qədər.